Kameraya baxmalıyam. Yoxsa UX UI dizayn proqramında 4 əsas yenilik gətirmişik. UX mərhələsində, araşdırma mərhələsində süni intellektlərin alətlərindən istifadə etməyi, araşdırma və analiz nəticələrinin süni intellekt tətbiq edərək əldə olunmasını öyrədirik. Bundan əlavə süni intellekt alətlərinin düzgün ifadəsi, prompt hazırlanması sadədən və mürəkkəbət olur. Bildiyimiz kimi süni intellekt alətləri fərqli alqoritmlərdə işləyirlər və onları tanımaq və onlardan düzgün nəticələr almaq üçün bu başlıqları əsasən artıq biz tədris proqramımızda tətbiq edirik. Vizual nəticələr və düzgün, daha maraqlı nəticələr almaq üçün isə generativ AI alətlərindən istifadə öyrədirik süni intellekt olaraq və ən son no coding proqramını tətbiq edərək kodlaşdırılmış hazır dizayn nəticələri əldə etməyi öyrəndik.